videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Tarix Əliyevin aparıcısı olduğu Tarixin bir günü verilişində səsləndirilən bir fikir tamaşaçılar arasında narazılığa səbəb olub. Belə ki, verilişə qonaq olan müğənni Nüşabə Musayeva açıqlaması ilə tənqid atəşinə tutulub. Onun xəyanətə xəyanətlə cavab verməsi barədə fikirləri və bunu açıq-aşkar, çəkinmədən ifadə etməsi nəinki onun şəxsinə, həmçinin verilişin də nüfuzuna xələl gətirib. Efirdə bu cür fikirlərin qəbul edilməz olduğunu deyən izləyicilər belə verilişlərə Audiovizual Şura tərəfindən nəzarət olunmadığını və tədbirlərin sərtləşdirilməsini ərz edirlər. Yeni Sabah olaraq sözügedən quruma məsələ ilə bağlı sorğu ünvanladı. Sorğumuza Audiovizual Şuranın kommunikasiya sektorunun müdiri Taleh Quliyev belə cavab verdi. Bu fikirlər Space TV-nin efirində səsləndirilməyib. Ola bilər ki, hər hansı sosial şəbəkədə paylaşılıb. Verilişin aparıcısı yaxud digər bir adam bunu paylaşa bilər. Nə YouTube-un, nə də digər sosial platformaların fəaliyyətini biz tənzimləyirik. Biz ancaq efirə gedən veriliş və fikirlərə cavabdeh olaraq müdaxilə edə bilirik. Bu səbəbdən araşdırma aparıldı və müəyyənləşdirildi ki, o verilişdə belə fikir səsləndirilməyib.